Salam real qazanc izləyiciləri, videomuza xoş gəlmisiniz. Bugünkü videomda sizlərə internetdə real bir şəkildə aylıq $1000, $1500, $3000 və ya daha yuxarı məbləğlər qazana biləcəyiniz yoldan bəhs eləyəcəm. Hansı ki, bu yol vasitəsilə internetdə yüz minlərlə insan pul qazanır və siz də bu saytdan pul qazanmaq üçün heç bir qəpik belə olsun yatırım etməyinizə ehtiyac yoxdur. Elə isə saytımızın izahına keçək. Saytın premium qeydiyyat linkini həm yorumlar, həm də açıqlama hissəsində yerləşdirəcəm. Əvvəlcə sayt haqqında qısa bir izah vermək istəyirəm. Fiverr saytı dünyanın ən böyük freelancer platformalarından biridir. Burada insanlar öz bacarıqlarını və xidmətlərini $5 qiymətindən başlayaraq satırlar. Yəni, sadə şəkildə desək, müştəri sifariş verir, sən işi görürsən, Fiverr ödənişi sənə göndərir. Platformada dizayn, yazı, tərcümə, video montaj, səs, sosial media idarəçiliyi və sair minlərlə sahə var. İstər peşəkar ol, istər yeni başlayan. Fiverr sənə internet üzərindən sabit gəlir qazanmaq imkanı yaradır. Yəni, sənin bir bacarığın varsa, burada sən onu pula çevirə bilərsən. Yaxşı, bəs burada hansı bacarıqlarınızı pula çevirə bilərsiniz, hansı xidmətləri verə bilərsiniz və ya pulunuzu necə çıxara bilərsiniz? Bütün bu detalları videoda tam izah etməyə çalışacağam. Ona görə videonu sonuna qədər izləməyi unutmayın. Əvvəlcə qeydiyyat hissəsini izah etmək istəyirəm. Həmin linkə klik etdiyiniz zaman belə bir səhifə açılacaq sizdə də. Burada Join üzərinə klik edirsiniz. İstər telefonla, istər kompüter vasitəsilə qeydiyyatdan keçib pul qazana bilərsiniz. Burada Continue with Google vasitəsilə rahatlıqla daxil ola bilərsiniz və ya Continue with Email vasitəsilə öz emailinizi daxil edib ora doğrulama kodu göndərirsiniz və qeydiyyatdan keçirsiniz. İstəyirsinizsə də Apple və ya Facebook hesabınızla Fiverr hesabınıza daxil ola bilərsiniz. Yəni, qeydiyyat prosesi bu qədər sadədir. Yeni hesab açıb daxil olduğumuz zaman burada bizə iki seçim qoyur. Mən müştəriyəm birinci, ikinci isə mən freelancerim. Biz burada pul qazanmaq istədiyimiz üçün mən freelancerim hissəsinə klik eləyirəm və next eləyirəm. İstəsəniz Complete Your Profile üzərinə klik eləyərək öz hesabınızı tamamlaya bilərsiniz. Hal-hazırda mən bunu etməyəcəm, çünki hələlik ehtiyac yoxdur. Əvvəlcə saytda gördüyünüz bu əsas səhifəni ümumi olaraq izah etmək istəyirəm. Yuxarıda bölmələrimiz mövcuddur, yəni hansı kateqoriyalarda hansı elanlar paylaşıldığı. Post brief hissəsində biz öz elanımızı paylaşa bilərik. Eyni qaydada aşağı hissədə gördüyünüz kimi insanların elanları göstərilir. Yuxarı sağ hissədə isə bizim profilimiz, orders, yəni sifarişlərimiz və mesaj qutumuzu görürük. Burada müştərilərimizlə danışa bilirik. Əvvəlcə hər hansısa bir sahə ilə məşğul olan bir freelancerin qazancını sizə göstərmək istəyirəm. Yuxarı hissədə olan maillərdən, məsələn, Writing Translation üzərinə klik eləmək istəyirəm. Aşağı hissəyə gəlirəm. Burada da mövzular göstərir. Məsələn, Article blog post hissəsinə daxil ola bilərik. Elanlardan hər hansısa biri üzərinə klik eləmək istəyirəm. Burada gördüyünüz kimi bu şəxs Kanadalıdır. İngilis dilində danışa bilir sadəcə və ümumilikdə 26600 sifariş tamamlayıb. Sadə bir riyazi hesablama aparsaq, $10 götürsə belə bir sifarişi $266.000 pul qazanıb bu adam. Təbii ki, razıyam sizdən. Əvvəlcə Fiverr bizə ən məşhur hesabları, ən çox satış edən hesabları göstərir. Bu doğrudur. Əvvəldə sifarişiniz az belə olsa, siz davam etdikcə bir sifariş, iki sifariş tamamladıqca avtomatik olaraq Fiverr sizi uğurlu bir freelancer olaraq görür və sizin elanlarınızı qabağa çəkməyə başlayır. Təbii ki, burada gördüyümüz $100.000, $200.000 satış etmiş, xidmət göstərmiş insanların hər biri də bu dediyim prosesdən keçmişdir. Özünüzü nə qədər inkişaf elətdirsəz, o qədər tez qabağa çıxıb daha çox qazana bilirsiniz. Təbii ki, bu adam böyük ehtimal peşəkardır deyə bu satışları eləyib. Amma aşağı hissəyə gəlsəm, burada daha az satış eləyən və ya yeni başlamış insanların olduğunu da görərsiniz. Burada bir elana daxil olmaq istəyirəm, text writing yazıb. Gördüyünüz kimi burada bu şəxs alman dilində məqalələr yazır və 67 satış artıq tamamlayıb və sifarişinin minimum qiyməti $90-dır. Yəni buradan siz də real şəkildə pul qazana bilərsiniz. Hansı ki, burada pul qazananlar var. Siz özünüz də bu formada fərqli sahədə olan insanları araşdırsaq, bu qazanclardan daha çoxunu qazanan insanları da görərsiniz. Bir ay ərzində başlamış insan belə burada artıq 10 sifariş, 15 sifariş tamamladığı vaxtlar olur, peşəkar olmadığı təqdirdə. Amma dediyim kimi özünüzü inkişaf etdirmək lazımdır. Yaxşı, bəs siz hansı sahələrdə elanlar paylaşaraq buradan pul qazana bilərsiniz? Bu çox sahə ola bilər, sadəcə bu sizdən asılıdır. Çox insan Azərbaycanda ingilis dilini bilir artıq. Burada ingiliscə məqalələr yaza bilərsiniz və ya az bilirsinizsə ingilis dilini süni intellektlərin köməyi ilə məqalələr yaza bilərsiniz. Həmin o məqalələri edit eləyərək sadəcə. Montaj bacarığınız olmasa belə, çox peşəkar olmayan bir proqramı siz öyrənib
Yenə də buradan xidmət göstərə bilərsiniz və ya ola bilər ki, siz Canva ilə sadə dizaynlar hazırlaya bilirsiniz. Biraz burada araşdırma eləsəz, sadəcə Canva ilə burada aylıq minlərlə dollar qazanan insanlar var. Siz də bunlardan biri ola bilərsiniz. Buradakı əsas məsələ öz bacardığınız və sevdiyiniz sahəni tapmalısınız və elan verməlisiniz. Trending hissəsində adicə kitab dizaynı, kitab editi və ya Shopify, WordPress kimi sahələr var. Ola bilər aranızda Shopify ilə vaxtla maraqlanan olsun. Burada gəlib elan paylaşıb Shopify ilə bağlı başqa insanlara veb saytlar hazırlaya bilərsiniz, onlayn mağazalar qura bilərsiniz və ya sosial media dizaynı, sosial media idarəsi burada münasib qiymətə paylaşa bilərsiniz. Sosial media menecment hissəsinə klik eləmək istəyirəm. Seller details hissəsindən, yəni satıcıların məlumatları hissəsindən new seller, yəni yeni satıcının satıcı seçirəm. Yəni sadəcə mənə burada yeni satıcıları göstərsin, yeni qeydiyyatdan keçmiş. Aşağıya gəlirəm. Hal-hazırda bu sırada siz 4 ədəd elan görürsünüz. Gördüyünüz kimi biri 75 dollardan artıq 132 plus sifariş yerinə yetirib, 45 dollardan 12 sifariş yerinə yetirən var. 45 dollardan 12-dən yuxarı sifariş yerinə yetirən var. Ümumi olaraq Fiverr alqoritmləri yeni başlayan satıcıların, yəni freelancerlərin elanlarını mərhələli olaraq qabağa çıxardır. Burada yoxlamaq istəyir ki, siz bir müştəri sifarişi götürdünüz, o sifarişi necə yerinə yetirirsiniz? Əgər yaxşı yerinə yetirsəz, müştəri razı qalsa, sizin elanınızı daha qabağa verəcək. Amma əgər bir müştəri götürdünüz, onu tamamlamadınız və ya cavab yazmadınız və ya müştəri çox narazı qaldı, refund istədi, o zaman sizin elanınızı çox arxaya atmağa başlayacaq. Yəni burada siz elan verdiyiniz zaman maksimum dərəcədə diqqətli olmağa çalışın. Fiverr-da bu diqqətinizi görüb sizə nəticə verəcək. Yuxarı hissəyə gəlib digər elanlara da baxmaq istəyirəm. Burada bir neçə menyular var. Siz burada olan menyuları ətraflı şəkildə araşdırıb, özünüzə uyğun olan və ya sevəcəyiniz birini seçib, 5 günlük, 6 günlük, bəlkə də 1 günlük bir təlimlə onu ətraflı şəkildə öyrənib burada xidmətini eləyə bilərsiniz. Təbii ki, veb sayt dizaynını siz 1 gün ərzində öyrənə bilmərsiniz. Məcbursunuz ki, bunu 6 ay, 7 ay öyrənməlisiniz. Amma bir məsələ də var ki, bir şey nə qədər çətin öyrənilirsə, o qədər deməli az freelancer var. Nə qədər az freelancer varsa da, deməli müştəri bazası daha az insanlar arasında bölüşdürülür. Bu məsələ də var. Proqraming hissəsi çox niş bir hissədir. Siz bunun üçün təhsil almalısınız. Məsələn, mən hal-hazırda WordPress, Shopify, Wix ilə məşğul olmuşam. Bu üç haqqında xidmət verə bilərəm artıq və hal-hazırda verirəm də. Videonun davamında bundan da bəhs eləyəcəm. Yuxarıda gördüyünüz menyuları araşdıra bilərsiniz. Amma dediyim kimi daha sadə mövzular da seçə bilərsiniz. Hansı ki, hal-hazırda bizdə fərqli YouTube kanalları mövcuddur. Bu YouTube kanallarından pul qazanırıq və həmin YouTube kanallarının bir hissəsinin videolarını məhz Fiverr-da hazırlatdırırıq. Məsələn, bunlardan biri nədir? Origami videoları. Bizim hal-hazırda 4 ədəd origami YouTube kanalımız mövcuddur və ofis şəraitində bu videoları hazırlaya bilmirik. Ona görə burada Fiverr-dan xidmət alırıq. Gəlirik bura, origami yazıram. Burada gördüyünüz kimi sadə origami videolar hazırlayır 5 dollara və artıq 148-dən çox insan rəy verib və 5 ulduz alıb. Bu origami sahəsi elə bir sahədir ki, hansısa bir origami öyrənir, bu ola bilər yarım saat, 40 dəqiqə ərzində videolarına baxır, daha sonra öz telefonu vasitəsilə qeydə alır və origami videosu hazırlayır və qarşılığında bu freelancer 5 dollar ödəniş istəyir. Biz hazırda YouTube kanallarımız üçün həftədə 7 video hazırlatdırırıq və bir videonu da 10 dollardan hazırlatdırırıq. Bizim razılaşdığımız freelancer həm videonu hazırlayır, montaj eləyir, daha sonra SEO optimizasiyalarını eləyir və YouTube-a özü yükləyir və biz hər həftənin birinci günü ona ödəniş eləyirik və bir videonu 10 dollara hazırlatdırırıq, yəni 17 manata. Düşünürəm ki, bu Azərbaycan üçün bu əziyyətə qarşılıq aşağı bir rəqəm deyil və düşünürəm ki, bunu videonu izləyən hər kəs eləyə bilər. Origami hissəsinə yenə qayıdıram, aşağı hissəyə gəlirəm. Burada gördüyünüz kimi 10 dollara eləyən var, artıq 24-dən yuxarı rəy alıb. Aşağı hissəyə gəlirəm. 21 rəydən yuxarı olan biri də var, burada 10 dollar eləyir. Amma burada gördüyünüz biri 5 dollara elan qoyub, amma heç bir sifarişi olmayıb. Mən sizə bunun səbəbini deyim. Biz əvvəldə bu freelancerlə, yəni digital site freelancerlə çalışırdıq və bizim sifarişlərimizi gecikdirirdi. Yəni biz həftənin 2-4-cü günü 20 nolla razılaşmışıqsa, həmin freelancer videonu çatdıra bilmirdi. 3-cü gün paylaşırdı və ya bir gün gecikdirirdi və ya 1 saat gecikdirirdi və biz həmin freelancerlə işimizi dayandırdıq və mənfi rəyimizi bildirdik. Gördüyünüz kimi onun da digər elanlarda sifarişi demək olar ki, yoxdur. Ona görə burada ən önəmli məsələ müştəri məmnuniyyətidir. Siz müştərini məmnun etdiyiniz təqdirdə
Fiverr-da sizi məmnun edəcək. Fiverr vasitəsilə xidmət aldığımız bir digər sahə isə motivasiya videolarıdır. Axtarış hissəsinə motivasiya videoları yazıram. Biz hal-hazırda razılaşdığımız freelancerlə 15 dollardan çalışırıq və videosu minimum 8 dəqiqə olmalıdır. Burada aşağı hissəyə gəlirəm. Baxın, burada gördüyünüz motivasiya videosunu açıram. Gördüyünüz kimi bu freelancerin 178-dən yuxarı rəyi mövcuddur və bir videonu 5 dəqiqə olmaqla 5 dollara hazırlayır. Hal-hazırda mənlik hüquqlarına görə bu videonu aça bilməyəcəm. Başqa dildə olan və ya öz dilinizdə olan motivasiya kanallardan bir mövzunu seçirsiniz. Daha sonra ChatGPT vasitəsilə ona bir mətn yazırsınız. Daha sonra həmin mətni fərqli süni intellektlər vasitəsilə səsləndirirsiniz. Pullular var, pulsuzlar var. Bunlar istəyə görədir. Həmin səsləndirməni ən sadə proqram deyəcəm. CapCut əlavə edirsiniz. Artıq çoxumuz CapCut-ı bilir. Daha sonra internetdən motivasiya videolarını yükləyirsiniz və CapCut-ı əlavə edib sadəcə ard-arda gətirirsiniz. Əlavə olaraq da CapCut-da səsi yazıya çevirən avtomatik bir funksiya var. Həmin funksiyaya bir dəfə klik etməklə həmin səsləndirmədə olan mətnin hamısı ekranda yazılı olaraq göstərir. Videonuz bu qədər. Artıq istəyə görə özünüzdən əlavələr eləyə bilərsiniz. Bu əlavələrdə tədricən öyrənə bilərsiniz və öyrəndikcə, vaxt ayırdıqca bir sifariş başı qiymətinizi də qaldıracaqsınız. Yəni qazancınız da artacaq. Sadəcə siz bu prosesi öyrənməlisiniz və internetdən, YouTube-dan bu prosesləri rahat bir şəkildə öyrənə bilərsiniz. Əlavə olaraq da demək istəyirəm ki, əgər sizin video hazırlamağa, mətn yazmağa və ya bu süni intellektlərə marağınız varsa, kursumuzu əldə edə bilərsiniz. Çünki sizə tam uyğun bir kurs olar. Kurs daxilində başdan sona sizə lazım olan bütün məlumatları, bütün ehtiyacları tam ətraflı şəkildə izah etmişəm. Həmin kursu bitirdikdən sonra istəyirsinizsə öz YouTube kanalınızı yaradırsınız. Həftədə 2 video paylaşırsınız. 1 aydan sonra, 2 aydan sonra, 3 aydan sonra videolarınızı izlədikcə siz buradan pul qazanırsınız. Yəni heç yerə getmədən sadəcə kompüteriniz vasitəsilə YouTube-dan pul qazanırsınız. Hansı ki bizim də idarə etdiyimiz bir neçə YouTube kanalları var ki, biz də bunlardan pul qazanırıq. İ butonunda hal-hazırda sizə internetdən pul qazandığımız 2 YouTube kanalının videosunu yerləşdirəcəm. Həmin videonu da izləyə bilərsiniz. Kursu bitirdikdən sonra burada öz elanınızı yerləşdirib elanınızdan da pul qazana bilərsiniz. Bu platformanı nə qədər qısa izah etməyə çalışsam da, həddindən artıq funksiya, həddindən artıq özəllik və alqoritmlər mövcuddur. Amma əgər bu videoya 1000 bəyənmə gəlsə, mən başa düşəcəm ki, siz bu sayt haqqında, bu platforma haqqında ətraflı məlumat istəyirsiniz və 1 saatlıq da olsa, 2 saatlıq da olsa bütün detalları izah etdiyim bir video hazırlayacağam. İçərisində necə ödəniş almaq lazımdır, necə peşəkar video hazırlamaq olar, necə peşəkar elan vermək olar, profilinizi necə peşəkar edə bilərsiniz, sıfırdan necə sürətli qalxa bilərsiniz, bütün bunları izah edəcəm. Və ən vaciblərindən biri isə videonun əvvəlində dediyim kimi, biz bu platformadan sifarişlər götürürük, hansı ki, ofis şəraitində hazırlaya bilmədiyimiz sifarişləri. Amma elə xidmətlər də var ki, biz bunların xidmətini veririk, əlavə olaraq da burada elanlarımızı yerləşdirib, buradan xidmətlərimizi edirik. Və hətta Azərbaycanda 200 manat olan bir xidməti burada 300 dollara, 250 dollara qoya bilirik. Çünki müştəri bazamız xaricilərdir. Əlavə olaraq bu platforma haqqında hər hansısa bir sualınız olarsa, videonun şərhlər hissəsində bildirə bilərsiniz. Bacardığım qədər bütün şərhlərə cavab verməyə çalışacağam. Elə isə videomuz bu qədər idi. Kanalımıza abunə olub, video like atmağı unutmayın. Sağ olun, salamat qalın.